Harari adında bir müəllif var. Oksfordda tarix üzrə PhD alıb. 3 kitab yazıb. Dünəni, bugünü, sabahı insanın. Bunun kitabına Obama, Elon Musk istinad edib, ona görə məşhurlaşıb. Bestseller də ümumiyyətlə bütün dünya oxuyubdur. İndi böyük bir Amerika kəşf eləməyib. Oksfordda tarix üzrə PhD almaq elə böyük bir fəzilət deyil. Yəni bestseller olub da kitab. İndi bestseller yox, çox sarı psixologiyada bestseller olur. Bestseller olmaq elə kitabın psixologiya daha çox olur. Demədim ki, yaxşıdır. O bizə vacibdir. Yəni oxuyub hamı. Oxudu. Bunun müsahibəsinə baxıram. Bu Harari'nin. Deyir ki, bu adam homoseksualistdir. Və homoseksualizmi təbliğ edir. Sual verir ki, bəs sən necə homoseksualist oldun? Sən necə qəbul edirsən bu homoseksualizmi? Cavab verir. O. Deyir ki, bu təbii bir istəkdir də insan varlığında. Homoseksual yoxsa homoseksualistdir? Homoseksualisti və həm homoseksualdır hər ikisi. Hər ikisi. Həm də onu təbliğ edir, onu bir ideya kimi. İndi deyir ki, bu təbii bir istəkdir də insan həyatında, insan içində. Təbiidirsə, deməli düzdür. O deyir. İndi mən sual verirəm. Mən əsəbləşirəm, dururam, birinin yumruğundan vururam. Bu əsəbləşmək təbii hisdir yoxsa yox? Böyle. İnsanda təbiidir. Kənardan gəlmir. İnsan içindən qaynaqlanır. Mən paxıllıq eləyirəm başqasına, ona qarşı ədalətsizlik eləyirəm. Bu paxıllıq təbiidir yoxsa yox? Biz hər təbiini də ortaya qoya bilmərik. Hər təbii olan məgər düzdür. Bəs onda əxlaq nəyə gərəkdir? Onda əxlaqın qapısını bağlayaq. Çox gidi oturaq yerimizdə də ən liberal ölkədə belə, yəni Amerikada əxlaq filosofları eyni cinslərin nikahını hələ müzakirə edirlər. Müzakirə edirlər. Yəni bir mənalı bu bir. İkinci. Sizin narahat edici. Yox, üzr. Bir dəqiqə. Məni narahat edən başqa şeydir. Yox, məni narahat edən yox deyirəm də. Məni narahat edən başqa şeydir. Məni narahat edən Azərbaycanda bir zümrə insanın, təhsilli və təhsilsiz insanın sosial şəbəkədə insanların əxlaqını pozmasıdır. Məni narahat edən odur. Azərbaycan cəmiyyətində mənim də 2 övladım var. Ona baxırlar. Mən də istəyirəm onu normal qaydada böyüsün, cəmiyyətə faydalı olsun. Hər gün söyüş eşidən, söyüş içində batan adamın yararsız insan olmaq ehtimalı daha çoxdur. Daha çoxdur. Çünki insana təsir edir. İnsan robot deyil axı. İnsan insandır. Ona təsir edir. Söyüşlə qarğış başqa şeydir.